xəbər nədir? Görək xəbər nədir? Deməli, mübtəda ilə bağlı tərifdə belə bir şey demişdik ki, mübtəda cümlədə haqqında danışılan şəxsi əşyanı bildirir. Yəni biz cümlədə kimin yaxud da nəyin haqqında danışırıqsa, həmin o haqqında danışdığımız şəxs, əşya mübtədadır. Haqqında danışdığımız şəxs, əşya mübtədadır. Məsələn, cümləyə baxaq burada. Əli dərsini yaxşı oxuyur. Bu cümlədə mən kimin haqqında danışıram? Əli. Mübtəda demişdik, cümlədə haqqında danışılan şəxs əşyanı bildirir və kim, nə, hara suallarına hər hansı birinə cavab verir. Baxın, bu cümlədə Əli dərsini yaxşı oxuyur cümləsində Əli haqqında danışmışıq və Əli də kim sualına cavab verir. Deməli, həm haqqında danışılan şəxs Əlidir, həm də kim sualına cavab verir? Deməli, mübtədadır. Əli yaxşı insandır. Cümlədə haqqında danışılan kimdir? Əli. Əli də kim sualına cavab verir? Deməli, mübtəda cümlədə haqqında danışılan şəxsə əşyanı bildirir və kim, nə, hara suallarına hər hansı birinə cavab verir. Deməli, mübtədanı tanımaq üçün iki şərti bilməliyik. Birinci, cümlədə haqqında danışılan şəxsi əşyanı tapmalıyıq və həmin haqqında danışılan şəxs əşya da mütləq kim, nə, hara suallarına hər hansı birinə cavab verməlidir. Baxın, Əli dərsini yaxşı oxuyur. Cümlədə haqqında danışılan şəxs Əlidir. Və Əli də kim sualına cavab verir? Deməli, Əli mübtədadır. Əli yaxşı insandır. Cümlədə haqqında danışılan şəxs Əlidir. Əli də kim sualına cavab verir? Deməli, Əli mübtədadır. Cümlədə haqqında danışılan şəxs əşyanı bildirib kim, nə, hara sualına cavab verir? Mübtəda. Digər baş cümləmiz isə xəbərdir. Görək xəbər nədir? Xəbər isə deyir, cümlənin, o da baş cümlədir və haqqında danışılan şəxs əşya var. Haqqında danışılan şəxs əşya nə idi? Mübtəda. Həmin o şəxs və əşya ilə bağlı olan hərəkəti və hökmü bildirir. Deməli, mübtəda əgər cümlədə haqqında danışılan şəxs əşyadırsa, həmin şəxs əşya ilə bağlı olan hərəkət, hökm də xəbərdir. Məsələn, Əli dərsini yaxşı oxuyur cümləsində haqqında danışılan şəxs Əlidir, Əli mübtədadır. Əli ilə bağlı olan hərəkət isə oxuyurdu. Oxuyur isə xəbərdir. Nədir oxuyur? Xəbər. Əli yaxşı insandır cümləsində haqqında danışılan şəxs Əlidir. Əli ilə bağlı olan hökm isə insandır. İnsandır isə xəbərdir. Deməli, mübtəda əgər cümlədə haqqında danışan şəxsin əşyanın özünü bildirirsə, həmin şəxs əşya ilə bağlı olan hərəkət hökmü isə xəbər bildirir. Xəbər bildirir. Deməli, bu formada başqa bir nümunə deyək. Bu da nədir? Baxın, deyirik, buradakı incə məqamlara fikir verək. Şəxs əşya özü mübtədadır. Onunla bağlı, şəxs əşya ilə bağlı olan hərəkət hökmü isə xəbərdir. Deməli, müəllimlər, bir şey bilmək lazımdır ki, xəbər hərəkəti bildirəndə, xəbərin iki növü var. İsmi xəbər, feili xəbər. Xəbər hərəkəti bildirəndə feili xəbər yaranır. Feili xəbər. Nəyi bildirəndə? Hərəkəti bildirəndə. Feili xəbər yaranır. Hökmü bildirəndə isə ismi xəbər yaranır. Hökmü bildirəndə isə ismi xəbər yaranır. Hərəkəti bildirəndə feili xəbər yaranır. Hökmü bildirəndə isə ismi xəbər yaranır. Əli dərsini yaxşı oxuyur cümləsində haqqında danışan Əlidir. Əli mübtədadır. Əli ilə bağlı olan hərəkət oxuyurdu. Oxuyur, hərəkət bildirdiyinə görə feili xəbərdir. Əli yaxşı insandır cümləsində haqqında danışılan Əlidir. Əli mübtədadır. Əli ilə bağlı olan hökm isə insandır. İnsandır. Hökm olduğuna görə ismi xəbərdir. İndi bilmək lazımdır ki, ismi xəbər və feili xəbərin sualları. Baxın, ismi xəbər və feili xəbərin sualları. İsmi xəbərin cəmi iki sualı var. Nə et və nə ol. Bəzən necə ol, nə cür ol, bunları da götürürlər, fərqi yoxdur ancaq. Və bütün suallar nə etmiş, nə edir, nə edəcək, nə etməli, onlar hamısı nə et, nə oldan yaranır.
Ona görə elə feili xəbərin sualı niyet nə ol sualıdır. Yəni, hansı xəbər niyet nə ol sualına cavab verirsə, o feili xəbərdir. Bəs ismi xəbərin sualı nədir? İsmi xəbərin sualı ismin, sifətin, sayın, zərfin suallarının sonuna şəxs şəkilçiləri, bir də idi, imiş artırmaqla ismi xəbərin sualı yaranır. Məsələn, ismin sualı nədir? Kim, nə, hara. Düzdür? Mən kim, nə, hara sualının sonuna götürüb şəxs şəkilçisi artırsam, məsələn, kiməm, nədir, məsələn, haradır. Yəni, qısa konkret, ismi sualların sonuna şəxs şəkilçiləri artırsam, ismi xəbərin sualı yaranacaq. Baxın, ismin sualı kim, nə, hara sualı idi. Onun sonuna şəxs şəkilçiləri artırdım və ismi xəbərin sualını yaratdım. Yaxud da, kim idi, nə imiş, sonra hara idi. İsmin sualların sonuna idi, imiş artırmaqla mən yenə də ismi xəbərin suallarını yaratdım. Bu formada. Yaxud da sifətin sualları hansıdır? Necə, nə cür, hansı. Onların suallarının sonuna mən götürüb şəxs şəkilçiləri artırmaqla ya da idi, imiş artırmaqla ismi xəbərin sualını yaradıram. Məsələn, necəsən? Baxın, necə sualının sonuna sansən şəxs şəkilçisi artırmaqla mən ismi xəbərin sualını yaratdım. Yəni, necəsən ismi xəbərin sualıdır. Nə cürdür? Nə cür sifətin sualının sonuna dırdır şəxs şəkilçisi artırmaqda ismi xəbərin sualını yaratdım. Nə cürdür? Hansıdır? Hansı sifətin sualının sonuna dırdır şəxs şəkilçisi artırmaqda ismi xəbərin sualını yaratdım. Qısa konkret, sifətin sualına da şəxs şəkilçisi artırmaqla, yaxud da idiymiş artırmaqla ismi xəbərin sualını yaradıram. Ümumiyyətlə, ismin, sifətin, sayın, zərfin sualların sonuna şəxs şəkilçiləri, yaxud idi, imiş artırmaqla mən ismi xəbərin sualı rahatlıqdan yarada bilirəm. Sonra, bundan əlavə, deməli, feili xəbərin sualı isə dedik ki, niyet nə oldu? Düzdür? Məsələn, burada nümunələrə baxaq. Aha. Məsələn, elə buradan baxaq da, o bir tərəfə getməyin ehtiyac yoxdur. Deyir, dağın boz qayalardan ibarət olan ortası enli kəmər kimi qaralırdı. Bax, qaralırdı. Sual verirəm. Nə edirdi? Nə edirdi? Nə et sualına cavab verdi də, düzdür, deməli, feili xəbərdir. Feili xəbər. Cahandar ağanın dayandığı yer birdən-birə günəşin nuruna qərq oldu. Qərq oldu. Nə oldu? Bax, nə oldu? Feili xəbərin sualı. Yəni, nə etin oldu sualına cavab versə feili xəbərdir. Sonra, iri qırmızımtıl günəş ətəyini çapıq qayanın iti ucuna vura-vura dağın arxasında gözdən itirdi. Nə edirdi? Gözdən itir. Nə edir? Gözdən itirdi. Nə et sualına cavab verdi. Bu da feili xəbər. Anar meşədəki ağacları kollar diqqətlə nəzərdən keçirir. Nə edir? Nəzərdən keçirir. Nə edir? Nəzərdən keçirir. Nə et sualına cavab verdi. Bu da feili xəbər. Öz övladlıq borcunu dərindən dərk edən insanlar hər cür deməli, alqışa, tərifə layiqdirlər. Layiq. Necədirlər? Necədir? Necədir? Artıq bu nə oldu? İsim xəbər. Gördünüz? Yəni, sualı ilə biləm. Sonra digər nümunələrdir. Burada görüm. Baxın 12-yə. Doğma vətənin hər qarış torpağa əzizdir. Necədir? Necədir sualına cavab verin. Deməli, ismi xəbərdir. Sonra, xanəndə bu mahnını oxuyub, qurtaranda gürültülü alqış səsləri eşidildi. Nə etdi? Nə etdi? Alqış səsləri eşidildi. Bax, nə et sualına cavab verdiyini görə feili xəbərdir. Yəni ki, müəllimlər, gördünüz ki, xəbər nə et, nə ol sualına cavab verir, deyəcək ki, feili xəbərdir. Amma gördünüz ki, xəbər
İsmin, sifətin, sayın, zərfin, suallarının sonuna şəxs şəkilçisi və imiş artırmaqla sual yaranırsa, məsələn, kiməm, nədir, haradır, necəsən, necədir, nə cürdür. Yəni, ismin, sifətin, sayın və zərfin suallarının sonuna şəxs şəkilçisi və imiş artırmaqla sual yaranırsa, o bilin ki, ismi xəbərin sualıdır. İsmi xəbər. Məsələn, digər indi nümunələrə baxırıq. Xəbərlə bağlı. Dedik ki, xəbər haqqında danışılan şəxs və ya əşya ilə bağlı haqqında danışılan şəxs və əşya ilə bağlı hərəkəti və ya hökmü bildirir. Bildirir. İndi haqqında danışılan şəxs, əşya nədir? Haqqında danışılan şəxs, əşya deyəndə cümlədə mübtada nəzərdə tutulur. Və xəbər də həmin mübtada ilə, yəni şəxs və əşya ilə bağlı olan ya hərəkəti bildirir, ya da hökmü bildirir. Xəbər mübtada ilə bağlı olan hərəkəti bildirəndə fiili xəbər yaranır. Xəbər mübtada ilə bağlı olan hökmü bildirəndə isə ismi xəbər yaranır. Fiili xəbərin sualı dedik, nə et, nə ol sualıdırsa, ismi xəbərin sualı isim, sifət, say, zərfin suallarının sonuna şəxs şəkilçiləri və ya idi, imiş artırmaqla mən ismi xəbərin sualını yaradıram. Bu da öz yerində. İndi xəbərin quruluşca, təbii ki, bütün cümlə üzvləri, mübtəda, xəbər, tamamlıq, təyin, zərfliyin hamısında belə olacaq. Mübtəda, xəbər, tamamlıq, təyin, zərfliyin hamısının quruluşca 2 növ var. Sadə və mürəkkəb. Eyni zamanda xəbərində. Sadə xəbərlər, dedik, xəbərin quruluşca neçə növ var? 2. Sadə xəbərlər, bir də mürəkkəb xəbərlər. Sadə xəbərlər nitq hissələri ilə ifadə olunur. Nitq hissələri deyəndə sözlər nəzərdə tutulur, sözlər. Mürəkkəb xəbərlər isə nə ilə ifadə olunur? Söz birləşmələri ilə ifadə olunur. Məsələn, deyirəm ki, Azər evə tez gəldi. Azər evə tez gəldi. Cümlədə haqqında danışılan kimdir? Azər. Azər də kim sualına cavab verib. Deməli, cümlədə haqqında danışılan Azər kim sualına cavab verib? Deməli, Azər mübtədadır. İndi Azərlə bağlı olan hərəkət nədir? Təbii ki, gəldi. Gəldi, nə etdi? Bax, nə et sualına cavab verib də. Düzdür, nə etdi? Deməli, nə et sualına cavab verirsə, nə yaran? Feili xəbər. Gəldi, oldu, nə? Xəbər. Özü necə xəbər? Feili xəbər. İndi baxıram, xəbərimiz nə ilə ifadə olunub? Sözdür də, düzdür. Sözlə ifadə olunubsa, deməli, sadə xəbərdir. İndi bir də deyirəm, Azər bizim məktəb direktorumuzdur. Azər bizim məktəb direktorumuzdur. Sual verirəm. Cümlədə haqqında danışan kimdir? Azər. Azər kim sualına cavab verib? Deməli, mübtədadır. Azərlə bağlı olan hökm nədir? Bizim məktəb direktoru. Odur. Bizim məktəb direktorumuzdur xəbər. Kimdir? Bizim məktəb direktorumuzdur. Xəbər. İndi baxıram, görürəm, bizim məktəb direktorumuz bütövlükdə xəbərdir və xəbərimiz nə ilə ifadə olunub?
söz birləşməsini ifadə olunub. Deməli, necə xəbərdir qurulursa? Mürəkkəb xəbərdir. Mürəkkəb. Yaxud da o Əli bəy Hüseynzadədir. Kim? O. Cümlədə haqqında danışan odur. O da kim sualına cavab verib. Deməli, mübtada. O ilə bağlı olan hökm nədir? Əli bəy Hüseynzadədir. Kimdir? Kimdir sualına cavab verdiyinə görə xəbərdir. Xəbərimiz nəyə ifadə olunub? Mürəkkəb adını. Xəbərimiz də söz birləşməsi və mürəkkəb adla ifadə olunanda olur mürəkkəb xəbər. Baxın, burada Azər evə tez gəldi. Xəbərimiz sözlə ifadə olundu. Sadə xəbərdir. Azər bizim məktəb direktorumuzdur. Burada isə xəbərimiz bizim məktəb direktorumuzdur. Söz birləşməsini ifadə olunur. Mürəkkəb xəbərdir. O Əli bəy Hüseynzadədir. Kimdir? Əli bəy Hüseynzadədir. Xəbərimiz mürəkkəb adına ifadə olunur. Mürəkkəb xəbərdir. Deməli, sözlə ifadə olunanda sadə xəbər, söz birləşməsini ifadə olunanda mürəkkəb xəbər. Sonra bizi çaşdıran nə ola bilər? Məsələn, deyər ki, Əli dərsə diqqətlə qulaq asdı. Qulaq asdı. Xəbərimiz nədir? Cümlədə haqqında danışan Əli. Əli kim sualına cavab verdi? Mübtada. Əli ilə bağlı olan hərəkət nədir? Qulaq asdı. Qulaq asdı nə etdi? Xəbər. Nə et sualına cavab verdiyinə görə də feili xəbər. Düzdür? İndi xəbərimiz burada qulaq asdı. Deyər ki, xəbərimiz sadə xəbərdir qurulursa, yoxsa mürəkkəb xəbər. Yadda saxlayın müəllimlər. Əgər xəbərimiz, nəinki xəbəri, bütün cümlə üzvlərimiz. Gördünüz ki, frazeoloji birləşmələrlə ifadə olunubsa, bilin ki, o sadə cümlə üzvüdür. Və burada xəbərimiz, qulaq asdı, xəbərimiz frazeoloji birləşmə ilə ifadə olunub da, düzdür? Deməli, sadə xəbərdir. Yadda saxlayın. Mübtadamız, xəbərimiz, tamamlığımız, təyinimiz, zərfliyimiz hamısı. Gördünüz ki, frazeoloji birləşmə ilə ifadə olunub, deməli, qutardı. Sadədirlər. Qulaq asdı nə etdi? Xəbərdir. Xəbərimiz qulaq asdı, frazeoloji birləşmə ilə ifadə olunub, deməli, sadə xəbərdir. Bu formada. Sonra bundan əlavə digər bir məlumatı deyək. O da nədir? Dilimizdə bəzi sözlər var ki, o sözlər suala cavab vermədən birbaşa cümlənin ismi xəbər olurlar. Onlara deyirlər predikativ sözlər. Predikativ sözlər. Predikativ söz. Predikativ söz nə deməkdir? Niyə görə ola predikativ deyirlər? Çünki onlara ona görə predikativ sözlər deyirlər ki, həmin sözlər suala cavab vermədən birbaşa cümlə üzvü olurlar. Yəni, ismi, xəbər olurlar. Ona görə predikativ deyirlər. Hansı sözlərdə olar? Olar bəs, məgər, yox, məgər nədir? Bəs, bizə dəqiqə, o sözlər hansıdır? Var, yox, lazım, gərək, mümkün, bəs. Bunlar, bu sözlər suala cavab vermədən cümlənin birbaşa ismi, xəbəri olurlar. Və bu sözlərə deyirlər predikativ sözlər. Məsələn, onun çoxlu kitabı var. Var sözü suala cavab vermədən birbaşa ismi, xəbər olur. Yaxud da o bugün dərsdə yoxdur. Suala cavab vermədən yoxdur sözü birbaşa ismi, xəbər olur. Yəni bu sözlər suala cavab vermədən ismi, xəbər olurlar. Məsələn, digər nümunələrə baxaq.
O bizə lazımdır. Lazımdır suala cavab vermədən birbaşa ismi xəbər olur. Yaxud da kitab bizə gərəkdir. Gərəkdir suala cavab vermədən birbaşa ismi xəbər olur. İsmi xəbər olur bu formada. Yəni bunlar suala cavab vermədən birbaşa ismi xəbər olur. Amma məsələn bəzən olur ki, bu sözlərə var, yox, lazım, gərək, mümkün, bəs sözlərinə götürüb leksi şəkil çağırtırırlar. O zaman artıq o predikativ söz olmur. Məsələn, deyirəm ki, o bizə lazımlıdır. Lazımlıdır. Artıq burada lazım sözü olsaydı, o isim xəbər olardı, predikativ olardı. Yəni suala cavab vermədən birbaşa isim xəbər olardı. Amma lazımlıdır demə ona l leksi şəkil çağırtırdığıma görə artıq həmin söz suala cavab verəcək və necədir suala cavab verəcək. Bu zaman artıq həmin söz predikativ söz olmayacaq. Çünki artıq o suala cavab verir ona görə. Yaxud da o bizə gərəklidir. Gərəklidir. Gərək sözü ismi xəbər idi, predikativ idi. Çünki suala cavab vermirdi. Amma gərəklidir sözü suala cavab verdiyinə görə artıq o ismi xəbərdir, düzdür. Amma artıq predikativ söz deyil. Çünki artıq suala cavab verir ona görə. Bu formada. Bəs sözü o zaman predikativ olar ki, kifayətdir mənasında işlənsin. Kifayətdir mənasında işlənsin. Məsələn, deyirəm, daha bəsdir. Yəni, kifayətdir mənasında işlənəndə bu ismi xəbər olur, özü də predikativ söz olur. Sonra bir də nələr suala cavab vermədən birbaşa xəbər olur? Baxın, var, yox, lazım, gərək, mümkün, bəs sözləri suala cavab vermədən nə olurdu? Suala cavab vermədən ismi xəbər olurdu. Amma sual əvəzlikləri isə suala cavab vermədən həm ismi xəbər ola bilər. İsmi xəbər. Həm də suala cavab vermədən feili xəbər olar. Həm ismi xəbər olar, həm də suala cavab vermədən feili xəbər olar. Deməli, sual əvəzlikləri suala cavab vermədən həm ismi xəbər olar, həm də feili xəbər. İndi sual yaranar ki, beynimizdə, sual əvəzlikləri predikativ sözlərdir. Xeyr, deyərsək, o da suala cavab vermir. Nə olsun? O sual da elə özüdür də, sualın özüdür da. Sual özü suala cavab verməyəcək ki, sualın da özüdür. Ona görə sual əvəzliyi suala cavab vermədən həm ismi xəbər olur, həm feili xəbər olur. Amma sual əvəzlikləri predikativ sözlər deyil. Məsələn, elə eləyək sual əvəzliyi ismi xəbər olsun. O kimdir? Burada sual əvəzliyimiz kimdir? Düzdür? Və kimdir də ismi xəbərin sualıdır. Suala cavab vermə, kimdir sual əvəzliyidir nitiqsəsi kimi. Cümlə özü kimi də bu sual, kimdir sualı? İsmi xəbərin sualı olduğuna görə, yəni sual əvəzliyimiz cümlə özü kimi ismi xəbər olub. Yaxud da, indi deyirəm, o nə etdi? Burada da nə etdi sual əvəzliyi, nitiqsəsi kimi nə etdi sual əvəzliyi, feilin sualıdır, düzdür? Yəni sual əvəzliyidir. Cümlə özü kimi nə etdi sualı, feili xəbərin sualı olduğuna görə nə etdi sualı feili xəbər oldu. Deməli, fikir verdiniz. Burada sual əvəzlikləri, ikisi də sual əvəzlikdə, bütün əsas nitiqsələn suallar sual əvəzliklərdir. Burada sual əvəzlikləri suala cavab vermədən cümlə üzvü oldular. Yəni, kimdir? Birində ismi xəbərdə ola bildi. İsmi xəbərin sualı işlənirsə cümlədə, qısa konkret. Deyəcək ki, həmin sual əvəzliyi ismi xəbərdir cümlədə. Feili xəbərin sualı işlənsə cümlədə. Deyəcək ki, həmin sual əvəzliyi cümlədə feili xəbərdir. Qutardı. Bu formada. Bunu da dedik. Yenə də
digər testlərimizdən davam edirik. Xəbər və onun ifadə vasitələri. Xəbərlə bağlı olan testlərə baxaq. Həyatın işi belədir. Cümləsində xəbər nə ilə ifadə olunub? Cümlədə haqqında danışılan həyatın işidir. Həyatın işi cümlədə haqqında danışılan olub, nə sualına cavab verdiyinə görə mübtədadır. Mübtəda ilə bağlı hökm nədir? Belədir. Belədir, necədir sualına cavab verdi. Deməli, xəbər də özü isim xəbərdir. İndi xəbərimiz nə ilə ifadə olunub? Belə nitq səs kimi nədir? Təbii ki, o, bu, elə, belə həmin əvəzlikdir. Deməli, cavabımız A bəndidir. İsmi xəbərli cümləni müəyyən edək. Sualı ilə biləcək. Əgər nə ol sualına cavab versə, deyəcəm feili xəbərdir. Amma isim sifət say, zərfin sualının sonuna şəxs şəkilçiləri idmiş artırsa, deyəcəm nə etin ol sualına cavab versə, deyəcəm feili xəbərdir. İsim sifət say, əvəzlik, isim sifət say, zərfin suallarının sonuna şəxs şəkilçisi idmiş artırsa, deyəcəm isim xəbər. Qanunun aliliyinə hamımız hörmətlə yanaşmalıyıq. Yanaşmalıyıq, nə etməliyik? Nə etməliyik? Bax, nə et sualına cavab verdi, feili xəbər. İndi bizim yenilməz ordumuz vardır. Var, suala cavab vermədən dedim bayaqları ismi xəbər. Cavabımız elə B bəndi. Feili xəbərli cümlə müəyyən edək. Nə etin ol sualına cavab versə, feili xəbər. Dost gəlişi bayramdır, nədir sualına cavab verdi, ismi xəbər. Ümidimiz mərd oğlanlaradır, kimədir sualına cavab verdi, bu da ismi xəbər. Bizim əsas vəzifəmiz yaxşı oxumaqdır, nədir sualına cavab verdi, bu da nədir sualına cavab verdi, bu da ismi xəbər. İndi oxumaqdıra bəzən nə etməkdir sualda verirlər səhv olaraq. Yadda saxlamaq lazımdır ki, məsdər və feili sifət ismi xəbər olur. İsmi xəbər olur. Feili xəbər heç vaxt ola bilməz. Yəni, bizim əsas vəzifəmiz yaxşı oxumaqdır, nə etməkdir, oxumaqdır sualı versiniz, səhv verəcəksiniz. Çünki oxumaq məsdərdir axı. Məsdər, feili sifət hər zaman ismi xəbər olur. Ona görə bunun düzgün sualı budur. Bizim əsas vəzifəmiz yaxşı oxumaqdır. Nədir? Oxumaqdır. Baxın, oxumaqdır, nədir sualına cavab verdi. Yəni, ismi xəbərdir bu. Feili xəbər deyil. Ümumiyyətlə, məsəl feil sifət ismi xəbər olur. Feili xəbər olmuş. İndi dövlətimizin inkişafı naminə çalışmalıyıq, nə etməliyik? Artıq bu nə et sualına cavab verdi, bildim ki, feili xəbərdir. Sonra bir dənə də ortadan deyək. Hansı cümlənin xəbəri feilin əmr şəklindədir? Mən də gəlimmi? Gəlim özü-özünə əmr eləyir. Feilin əmr şəklindədir. Qutardı. Elə cavabımız A bəndidir. Xəbər gəlimmi? Nə edimmi? Özdə feili xəbərdir. Nə edimmi? Feili xəbərdir. Feili xəbərdir və feili xəbərimiz nə ilə ifadə olunub? Feilin əmr şəklindədir. Gəlim özü-özünə əmr eləyir. Sonra digər nümunələrə baxaq. Məsələn, xəbəri feilin lazım şəklində olan cümlə müəyyən edək. Gələndə bazarlıq etməyi unutma, əmr eləyir. Unutma, əmr şəklindədir. Qızım, deyəsən mən gələsi deyiləm. Asəsi lazım şəkildə. Gələsi deyiləm, nə edəsi deyiləm. Nə edəsi deyiləm. Bu artıq nə et sualına cavab verdiyinə görə feili xəbərdir, gələsi deyiləm. Və feili xəbərimiz nə ilə ifadə olunub? Gələsi, asəsi feilin lazım şəkli ilə ifadə olunub.